Əziz müsəlman qardaşlarım və bacılarım, Allah Quran-ı Kərimdə Ali-İmran surəsində buyurur ki, İnnallahə lə yuxliful mi'ad. Allah vədinə xilaf çıxmaz. Yəni, Allah əgər bir şeyin olmasına vəd verirsə, mütləq o baş verəcəkdir. Allahın Quran-ı Kərimdə bizlərə vədlərindən, əziz müsəlmanlar, hidayət və qəlb rahatlığıdır. Əgər bizlər doğru yolda olarıqsa, Allah Azza və Cəllə bizim qəlbimizi mutmain edər. Necə ki, Allah Azza və Cəllə Həc surəsində buyurur ki, həqiqətən iman gətirənləri Allah düz yola yönəldər. Allah bizə vəd verir. Əgər bizlər Allaha iman edəriksə, onun varlığına iman edəriksə, onun rububiyyətinə iman edəriksə, yəni bütün Allah Azza və Cəlləni bütün yaratdıqlarında təkləşdirsək və Allah Azza və Cəllənin uluhiyyətini təkləşdirsək, yəni ibadətimizi yalnız Allaha yönəltsək, Allahın isim və sifətinə inansaq, onun kitabına inansaq, göndərdiyi peyğəmbərlərə inansaq, Allah Azza və Cəllə bizi doğru yola yönəldər, düz yola yönəldər. Çünki Allah Azza və Cəllə buyurub ki, həqiqətən iman gətirənləri Allah düz yola yönəldər.